Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevaya məlumat verildi ki, tarixi Çöl Qala məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən Paşa Holdinqin dəstəyi ilə aparılıb. Bərpa işlərinə 2023-cü ildə başlanılıb. Ötən müddət ərzində məscidin həyətinin deformasiyaya uğrayan əksər döşəmə daşları sökülərək möhkəmləndirilib və fərş döşəmə bərpa edilib. Dəmir giriş qapısı və hasar üzərindəki məhəccərlər Qarabağ memarlığına xas bəzəklərlə hazırlanıb. Yerli daşdan tikilmiş məscidin fasadının dağılmış hissələri tam bərpa olunub. Təhlükəli vəziyyətə düşmüş atma və güşə daşları çıxarılaraq yenidən restavrasiya edilib. Mərtəbələr arası taxta örtük konstruksiyası quraşdırıldıqdan sonra yaranan eyvan şüşəbəndlə tamamlanıb. Məscid giriş hissə ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Şuşanın digər məscidlərindən fərqli olaraq burada giriş sağ tərəfdən daş pillələrlə təmin edilib. Açıq tamburdan otağa və ibadət zalına keçid var. Məscidin inşasında istifadə olunan daşlar bərpa edilib. Mehrab yenidən qurularaq üzərinə Qurani-Kərimdən ayələr və naxışlar işlənib. Çöl Qala məscidinin yaxınlığında yerləşən və 19-cu əsrə aid olan Çöl Qala bulağı da bərpa edilib. Dördbucaqlı formada olan bulaq yaxınlıqdakı məscidlərin üslubunda inşa edilib. Bərpa prosesində bulağın orijinal memarlıq üslubu qorunub. Strukturu möhkəmləndirilib və əvvəlki görünüşü özünə qaytarılıb. Çöl Qala məscidi 19-cu əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə 19-cu əsrdə Kərbəlayi Səfixan Qarabağı tərəfindən inşa edilib. Məscid və bulaq Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılmış və talan edilmişdi. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Şuşada Qarabağ küçəsində dövlət özəl tərəfdaşlığı layihələri çərçivəsində aparılan tikinti işləri və iaşə obyektlərində yaradılan şəraitlə də tanış olublar. Bu küçədə ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. Onların arasında mehmanxana, ofislər, iaşə obyektləri, Şuşa Qoruq İdarəsinin binası da var. Tikinti işləri yüksək keyfiyyətlə və şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.
Dövlətimizin başçısı və birinci xanım Şuşa Müalicə Sağlamlıq Mərkəzində aparılan tikinti işləri ilə də tanış olublar. Təməli 2021-ci il noyabrın 7-sində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan bu tip ocağı 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir. Stasionar xidmət sahəsində terapiya, pediatriya, cərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq. Mərkəzin təcili tibbi yardım stansiyası müasir standartlara cavab verən avadanlıqla təchiz olunacaq. Şuşa Müalicə Sağlamlıq Mərkəzinin ərazisində eyni zamanda gigiyena və epidemiologiya mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub. İşğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı tibb xidmətlərinin müasir səviyyədə təşkili üçün də geniş miqyaslı işlər həyata keçirilir. Şuşada bu cür tibb ocağının yaradılması bunun əyani göstəricisidir. Şuşa Müalicə Sağlamlıq Mərkəzi şəhərdə yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihələrindən biridir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Bu məscidin təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulub. Məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi göz oxşayacaq. Onun memarlıq həlli rəmzi xarakter daşıyır. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə məscidin forması 8 rəqəmini əks etdirəcək və bu, noyabrın 8-də Şuşanın işğalçılardan azad olunmasını, zəfər gününü simvoliz edəcək. Məscidin 2 minarəsi isə 11 rəqəmini əks etdirəcək. Bu, Şuşanın və Qarabağın işğaldan 11-ci ayda azad edilməsinin rəmzidir. Minarələrin hündürlüyü 72 metr olacaq. Şuşanın yuxarı hissəsində inşa edilən məscid həm də şəhərin ən uca yerində olacaq. Məscidin layihələndirilməsini Azərbaycanlı və İtaliyalı memarlar birgə həyata keçiriblər. Bu ibadət ocağının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Hazırda ərazidə dəmir beton, metal konstruksiya və elektrik işləri davam etdirilir.